Natiq müəllim, bir ara siz Mədəniyyət Nazirliyi ilə sıx-sıx əməkdaşlıq edib ssenarilər yazırdınız. Amma indi mən görürəm ki, vəziyyət elə də yaxşı deyil. Mən sıx-sıx əməkdaşlıq eləyib ssenari yazanda, onda Mədəniyyət Naziri baxmırdı ona. Onda səlahiyyəti vermişlər deyəndə hələ qalmışdı kinostudiyada. Kinostudiyada dediyim o bədii şura, onlar həll eləyirdilər. Və çox düzgün yol idi bu. Çünki bunlar mütəxəssisdir. İndi bilinmir, bu məmur bunu həll eləyir, bu məsələni mütəxəssis eləyir. Bunlar mütəxəssis eləmir, peşəkar eləməlidir. Yazıram və bir də görürəm ki, əla bir əsər yaranır. O əla əsəri də qoyurlar o dəmə, Nazirlikdə. Qoyurlar ki, görəyim onun vaxtı açan çürüyəcək, amma çürümür. O elə mövzulardır ki, o 4 layihəni deyirəm. Onu 20 il sonra da çəkmiyorlar. 50 il əvvəl də çəkmiyorlardı. O daimi mövzudur. Var da elə daimi mövzular, məhəbbət mövzusu var. İnsanlıq, bilirsiniz, əsas şey nədir yaradıcılıqda? Canlı insan. Və sən əsərində canlı insan yarada bilmirsən, Bəli. o deməli yaşayacaq. Və ona görə bəlkə də mən yazıcı oldum. Çünki ən uşaqlıqdan 5-6 yaşımda elə oxuya bilmirdim. Anam o zaman kitabxanada işləyirdi. Və çox oxuyurdu, təbii ki, çox oxuyurdu. Və gəlirdi mənə, danışırdı, oxuyurdu mənə nağıllar. Nağıllardan başladı. Azərbaycan xalq nağılları, o Cırtdan, Məlik Məmməd, o əzbər bilirdim. Həmişə anam boşalan kimi, o işlərini qutaran kimi, işdən qayıdan kimi mən otururdum, deyirdi, gəl danış. Biraz danışırdı mənə. Sonra mən çox sevdim oxumağı. Öyrənəndə, hərfləri artıq biləndən sonra mən o dərəcə sevdim ki, heç dərslərimə baxmırdım. Məktəbdə ən sevimli fənlər tarixdir, bir də ədəbiyyatdır. O burslarda mən heç fikir vermirdim. Atam da çox əsəbləşirdi. O işdən qayıdırdı, görürdü mən nəsə nəsr oxuyuram, roman oxuyuram, nağıl oxuyuram. O hamı dərsli olmayan kitablara hamı deyirdi, nağıl kitabı oxuyur. Anamı deyirdi, bu uşaq gələn nağıl kitabı oxuyur, dərslərini oxusun da. Belə. Amma hələ məktəbə də elə gelirdim. O nağıl kitabı, yəni povest romanları getirirdim. Bir üz qabığına bir dənə kağız eləyirdim ki, dərsliyə oxşasın. Və dərsdə elə oxuyurdum. Natiq müəllim, bəzi əsərlərinizi sifarişlə yazırsınız. Məsələn, Gömrük Komitəsinin sifarişi ilə əsər yazmışsınız. Belə sifarişlər əsərin keyfiyyətinə təsir edirmi? Mən sizdən qorxurum. Siz elə faktlar məndən bilirsiniz. Yox, təsir eləmir. Bizim böyük şairlərimiz də yazıb sifarişlə. Şah sifariş eləyib, o yazıb. Amma o demək deyir ki, o keyfiyyətsiz əsərdir. O deməkdir ki, o belə qaldırıb, o elə ilham pərisi ilə yazıb o əsəri ki, o heç görünmür. Burada sifariş harda başlayır, öz ilham pərisi harda. Amma o gömrük, o yaxşı faktdır. Siz yadıma saldınız. O belə olmuşdu. Mənə dəvət elədilər gömrük, onda deyəsən Aydındır, Aydın. Aydın müəllim, bəli. Aydın müəllimdir. O mənə dəvət elədi ki, biz belə bir fikrimiz var. Əgər siz eləyə bilərsiniz, deyirəm, niyə eləyə bilmərəm? Eləyərəm. Çünki bilirsiniz, mən hələ o dəqiqə mən fikirləşdim ki, niyə deyirlər gömrükdə, polisdə, orada, burada ancaq insafsız, ancaq belə insanlar, əqli, əli insanlar, burada düz insanlar var. Burada zabit işləyir, burada yəni belə obraz getirmək lazımdır ki, insanlar, oxucu inansın buna.